Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Ve Sahih et-Tergib ve Terhib kitabından İhlas bölümünden müellif fəsil açır ve fəsli hadisle devam ettirir. Ve deyir ki, an Ömer ibn Xattabi radiyallahu anhu qala semi'tu Resulullah sallallahu aleyhi ve sellem yaqul. Ömer ibn Xattab radiyallahu anh deyir ki, eşittim Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. İnnemel a'malu bin niyye. Fi rivayetin bin niyyet. Əməllər yalnız niyyətlədir. Və başqa rivayətdə isə niyyətlərlədir. Ve innemâ likulli imri'in mâ nevâ. Ve her kişiye de yalnız niyet ettiği şey vardır. فَمَنْ كَانَتْ هِجْرَتُهُ اِلَى اللّٰهِ وَرَسُولِهِ فَهِجْرَتُهُ اِلَى اللّٰهِ وَرَسُولِهِ. Ve kimin de hicreti Allah ve Resulü üçündüse ve onun hicreti Allah ve Resulü üçündür. وَمَنْ كَانَتْ هِجْرَتُهُ اِلَى دُنْيَا يُصِيبُهَا. Ve kimin de hicreti elde edeceği dünya için olarsa, ev imraatin yenkihuha veyahut da evleneceği kadın için olarsa fehicretuhu ila ma hacera ileyhi. Ve onun da hicreti ne için hicret edipse onadır. Ve bu hadis ahad hadislerdendir. Ve ahad hadisler de ümmet yani bu hadisi kabul etmiştir. Ve alimler bu hadisin sahih olmasına ittifak ediblər. Ve bu hadis ümumiyyətlə yəqinlik ve ilim bildirir. Yani ahad hadisler hiçbir şek şüphe olmadan ilim bildiren hadislerdendir. Baxmayaraq ki bazı yani yazanlar deyirlər ki ahad hadisler ilim ifade eləmir, ilim bildirmir. Ve bazen deyirlər ki əqidə məsələləri ahad hadislərdən qəbul olunmur. Lakin bu alimler deyir ki batil bir görüştür, batil bir sözdür ve hiçbir şek şüphe yoktur. Ve bu hadiste Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki əməllər yalnız niyyətlərə görədir. Yani insan ettiği əməl niyyetine göre seçilir. Bazen zahiri forması eyni olan iki əməl olur. Lakin niyete göre bilinir ki bu vacibdir veyahut da müstehebdir veyahut da adettir. Niyete göre adetler ibadetlerden seçilir. Vacibler birinden seçilir. Vacibler müsteheblerden seçilir. Ve ikinci cümle ise ve herkese niyet ettiği şey vardır. Ve bu da insana çatacak bir şey bildirir. İnsan niyeti nedir? Bu əməli etmekte niyeti nedir? Dünya üçün, dünyanın mənfəətini əldə etmək üçündür mü, yoxsa Rəbbinin razılığını əldə etmək üçün müdür bu əməli? Və sonra buyurur ki, kimin hicreti Allah və Resulü üçündürsə, yəni qəsdi, niyyəti Allah və Resulü üçündürsə, onun hicreti Allah və Resulü üçündür. Yəni ona savab, mükafat o niyyətinə görə verilir. Ve kimin de hicreti dünya, elde edeceği dünya veyahut da evleneceği kadın için olarsa ne niyet edipse ona diye ona o çatır. Herkese de öz niyet elediği vardır. Növbəti hadiste Ayşe radıyallahu anh'a deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuştur. Yağzu ceyşun el-Ka'bete. Bir koşun Kabe'ye hücum edecek. Ve Allah Resulü sallallahu aleyhi ve sellem kıyamete yakın olacak şeylerden haber verir. Ve bu da kıyametin alametlerindendir. Küçük alametlerinden koşun Kabe'ye hücum edecek. فَاِذَا كَانُوا بِبَيْدَاءَ مِنَ الْاَرْضِ. Onlar yerin sehra hissesinde oldukta, çölde sehra hissesinde yuhsafu bi evvelihim ve ahirihim. Evveli ve ahiri koşunun hamısı yere batılacak. Ayşe radıyallahu anh dedim ki ya Resulallah
كيف يخسف بأولهم وآخرهم وفيهم أسواقهم ومن ليس في منهم. Ey Allah'ın elçisi, necə əvvəli və axırı, yəni bütövlükdə qoşun yerə batırılır, halbuki onların arasında yəni bazar əhli, ticarət edənlər, yəni o qoşundan olmayan, yol üstü onlara qoşulanlar və onların özlərindən olmayanlar vardır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, yuxsafu bi avvalihim və axirihim thumma yub'athuna ala niyyatihim. Onlar əvvəlindən axırına kimi hamısı yerə gömüləcək, yerə batırılacaq, sonra isə niyyətlərinə görə qiyamət günü həşr olunacaqlar. Və bu hədis bildirir ki, insan yoldaşlıq etdiyi adamlara diqqət eləməlidir. Kimlərlə yoldaşlıq edir? Niyyəti pis olmasa da belə, əgər pis əməl sahibləridirsə, cəza, əzab gələndə ümumi gəlir. Növbəti hədisdə Ənəs ibn Məlik deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm haqqında deyir ki, biz Təbuk döyüşündən qaydırdıq. Allah Resulü sallallahu aleyhi və səlləmlə birlikdə. Və Təbuk da uzaq bir məsafə idi, Mədinədən aralı bir yer idi. Və Allah Resulü sallallahu aleyhi və səlləm dedi ki, İnnə əqvamən xalfənə bil Mədinəti. Həqiqətən bizdən arxada Mədinədə elə cəmaat, elə insanlar var ki, Mə sələknə şi'bən. Biz hansı dağ yolunu, dağ keçidini keçsək də, və ləvə deyən hansı dərədən keçsək də, və hum mə'nə, onlar bizimlə bərabərdir, həbəsəhumul udru, üzür onları saxlamışdır. Və bu hədis bildirir ki, insan niyyətinə görə əməl eləməsə də belə əməl edənlərin savab və mükafatını əldə edir. Həqiqətən də insanın üzrü varsa, yəni bəhanəsi yox, üzrü varsa, məqbul bir üzürdürsə və niyyəti də varsa o yaxşı əməli, salih əməli etməyə, lakin üzrünə görə xəstəlik və yaxud da başqa səbəblə edə bilmirsə, əməl edənlərin savabını, mükafatını əldə edir. Və başqa ləfsdə isə buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem لَقَدْ تَرَكْتُمْ بِالْمَدِينَةِ أَقْوَابًا مَا سِرْتُمْ مَسِيرًا وَلَا أَنْفَقْتُمْ مِنْ نَفَقَةٍ. Artıq siz Mədinədə elə insanlar, elə qövmlər tərk etmişsiniz ki, hansı yolu geçsəniz də və nə xərcləsəniz də və hansı dərəni qət etsəz də, onlar sizinlə bərabərdilər. Dedilər ki, ya Resulallah, və keyfə yəkununə mə'ənə və hum bil Mədinəti. Dedilər ki, Allahın elçisi, onlar Mədinədə olduqları halda bizimlə bərabər necə olurlar? Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, həbəsəhumul maradu, xəstəlik onları saxlamışdır. Xəstəlik onları həbs edib. Səhabələr təəccüblənirlər, çünki yol məşəqqətli yol olur. Çətin bir yol, isti havada günlərlə yol qət edirlər. Dağlar, dərələr keçirlər və Allah Resulü sallallahu aleyhi ve sellem buyuranda ki, deyəndə ki, onlar sizinlə bərabərdirlər, yəni savab mükafatda, sahabələr təəccüblənir ki, necə ola bilər ki, bizimlə bərabərdir, halbuki Mədinədədirlər, Mədinədə oturublar və Allah Resulü sallallahu aleyhi ve sellem bildirdi ki, onları xəstəlik saxlayıb, yəni Mədinədə qalmalarına baxmayaraq, savab mükafatda eynidirlər. Bu da bildirir ki, insanın niyyəti nə qədər mühüm və nə qədər önəmlidir. Niyyətinə görə insan Allah yanında dərəcələr əldə edir. Və əksi isə əgər salih əməl etsə də belə, insanın niyyəti zaydirsə, niyyəti pisdirsə, dünyanı əldə etməkdirsə və yaxud da başqa daha pis niyyətlər varsa, insan savab yox, hətta günah da qazanır, baxmayaraq ki, salih əməl etdiyi halda.
Növbəti hədisdə Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur. İnnəmə yub'athun nasu alə niyyətihim. İnsanlar yalnız niyyətlərinə görə qiyamət günü dirildiləcəklər. Başqa ləfzdə isə yuhşarun nas. İnsanlar həşr ediləcəklər niyyətlərinə görə. Növbəti hədisdə Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. İnnallaha la yanzuru ilə əcsamikum və la ilə suvarikum. Həqiqətən Allah sizin cisimlərinizə, bədənlərinizə, surətinizə, zahiri görünüşünə baxmır. وَلَكِنْ يَنْظُرُ إِلَى قُلُوبِكُمْ وَأَشَارَ بِأَصَابِعِهِ إِلَى صَدْرِهِ. Lakin sizin qəlblərinizə baxır və Allah Resulü sallallahu aleyhi ve sellem barmaqlarıyla sinəsinə işarə etdi, yəni qəlbinə işarə etdi. Və əməlikum və sizin əməllərinizə baxır. Qəlblərinizə və əməllərinizə baxır. Əbu Kəbşə Əl-Ənmari deyir ki, eşitdi Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur. Thələthun uqsimu aleyhinnə və uhaddithukum hadithan fəhfəzuhu. Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Üç şey var ki, mən üç şeyə and içirəm. Və mən sizə bir hədis danışacağım, onu əzbərləyin. Və sonra buyurdu sallallahu aleyhi və səlləm. Mə nəqasa məlu abdin min sadaqatin. Heç bir qulun malı sədəqə verməklə naqisləşməz, azalmaz. Və la zulimə abdun mazlamətən sabara aleyhə illə zədəhullahu izzən. Hər hansı bir qula zülm edilərsə, hər hansı bir zülmlə və buna səbr edərsə, Allah onun izzətini artırar. Hər hansı bir qula, hər hansı bir zülm, istər sözlə zülm olsun, istər hər hansı bir əməllə. Əgər səbr edərsə, yəni özündən çıxmaz, şikayətlənməz və Allahın razı qalmadığı hər hansı bir söz danışmaz və əməl etməz, səbr edərsə Allah onun izzətini artırar. وَلَا فَتَحَ عَبْدٌ بَابَ مَسْأَلَةٍ إِلَّا فَتَحَ اللّٰهُ عَلَيْهِ بَابَ فَقْرٍ. Hər hansı bir qul özünə istəmək qapısı açarsa, yəni insanlardan istəmək, dilənmək, pul istəmək, insanların malını istəmək qapısı açarsa, Allah ona yoxsulluq qapısı açar. Əv kəlimətən nəhfəhə və ya buna oxşar, Rabi deyir ki, və ya buna oxşar bir söz söylədi. Allah Resulü sallallahu aleyhi ve sellem. Yəni, bu üç şey insanların adətində, insanlar adətən əksini fikirləşir. Fikirləşirlər ki, mal əgər sədəqə verirəmsə azalır, naqisləşir. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, heç bir qulun malı sədəqə verməklə naqisləşməz. Və həmçinin ikinci buyurur ki, kiməsə hər hansı bir zülm olunarsa, səbr edərsə Allah onun izzətini artırar. Amma insanların adətində odur ki, zülm olundusa, insan gərək ona cavab versin, intiqam alsın. Əgər cavab verməsə, intiqam almasa, əvəz çıxmasa, alçalacaq, zəllil olacaq. Lakin Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, həqiqi izzət Allah Taala'nın izzətləndirməsidir. Əsl izzətli adam Allahın izzət verdiyi şəxsdir. Yəni kimsə cavab verməsiyle, intiqam almasıyla izzətlənmir. İzzətləndirən Allah Taala'dır. Əgər səbr edərsə, Allah o insanı izzətləndirir, hörmətləndirir. Və üçüncüsü də kimsə dilənmək qapısı açarsa, insan dilənir, kimdənsə mal istəyir, pul istəyir, belə zənn edir ki, malını artıracaq, lakin niyyətinin əksi olur. Kim dilənmək qapısı açarsa ona Allah da yoxsulluq, kasıblıq qapısı açar. Və sonra buyurur ki, mən sizə bir hədis danışacağım, onu əzbərləyin. İnnəmə dünya li ərbə'ati nəfərin. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, dünya yalnız 4 nəfər üçündür. Abdun razaqahullahu mələn və ilmən fəhvə yəttəqi fihi rabbəhu. Bir qul Allah ona mal və ilim vermişdir. Və o da o malında Allahdan, Rəbbindən qorxur,
təqvalıdır, yəni əmirləri yerinə yetirir, qadağanlara son qoyur. Və yaslu fihi rahiməhu və qohumlarla əlaqəni gücləndirir, bərkidir o malı xərcləyərək, sərf edərək. Və ya'lamu lillahi fi haqqan və o malında Allah üçün haqqın olmasını bilir. Fəhədə bi afdalil mənazil. Bu insan ən əfsəl, ən üstün mənzil dərəcədir. Yəni bu cür insan 4 nəfər içərisində mənzili, dərəcəsi, dəyəri baxımından ən üstünüdür. Və abdun razaqahullah ilmən və ləm yerzuqhu mələn. İkinci o quldur ki, Allah ona elm ruzisi vermişdir və Allah Resulü sallallahu aleyhi ve sellem burada elmi ruzi adlandırır. Allah da onu elmlə ruziləndirmişdir və mal olaraq ruzi verməmişdir. Fəhvə sadiq ol niyyə və o insan da sadiq niyyətlidir, niyyəti sadiqdir və deyir ki, əgər mənim də malım olsaydı filan kəsin etdiyi əməl edərdim. Fəhvə bi niyyəti, o da niyyətinə görə savab qazanır və hər ikisinin əcri, savabı, mükafatı bərabərdir. Yəni birinci sinif insan hansı ki, malı var, elmi var və elmlə o malını xərcləyir, Allahın razı qaldığı yollara, qohumlarla əlaqəni bərkitməyə, Allahın haqqını bilir. İkincisində mal olmasa da, lakin niyyətinə görə hər ikisi savab, mükafatda bərabərdir. Və sonra deyir ki, o da üçüncü o quldur ki, Allah ona mal olaraq ruzi vermişdir, elm verməmişdir. Yaxbitu fi malihi qeyri ilmin. Və o insan da malını elmsiz yerə, batil yerlərə xərcləyir. Elmsizcə batil yerlərə sərf edir və malında Allahdan qorxmur, təqvalı deyil və qohumlarla əlaqəni gücləndirmir. Və la ya'lamu lillahi fi haqqan, və o malında Allahın haqqını da bilmir. Fəhədə bi əxbətil mənazil, və bu insan da ən xəbis, ən çirkin mənzil dərəcəsi olan insandır. Və sonra dördüncüsünü deyir, və abdun ləm yerzuqhullah mələn, o quldur ki, Allah ona mal verməmişdir, və la ilmən, və elm də verməmiş, fəhvə yəqul, və o da deyir ki, ləv ənəli mələn, əgər mənim malım olsa, lə'amiltu fihi bi əməli fulan, yəni filan kəsin etdiyi əməli edərdim. Yəni o insan ki, malı var, o malı günahlara, harama, batil şeyə xərcləyir və bu da arzulayır ki, mənim də malım olsaydı, mən də onun kimi əməl edərdim. Fəhvə bi niyyəti, o niyyətinə görədir, niyyətinə görə qazanır, günah qazanır. Fəvizruhumə səvaun, və onların hər ikisinin də günahı bərabər eynidir. Başqa rəvayətdə isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Məsəlu hədil ümməti kəməsəli ərbə'ati nəfər. Bu ümmətin misalı 4 nəfərin misalı kimidir. Raculun ətəhullah mələn və ilmən. O kişi ki, Allah ona mal və elm vermişdir. Və o da elmlə malını xərcləyir, yəni malını elmlə sərf edir. Yunfiquhu fi haqqihi, və onun haqqını verir, xərcləyir. Və raculun ətəhullahu ilmən və ləm yu'tihi mələn. İkinci o kişidir ki, Allah ona mal verib, elm verməmişdir. O deyir ki, mənim də əgər malım olsaydı, filan kəsin kimi, mən də filan kəs kimi əməl edərdim. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, fəhumə fil əcri səvan. Bu ikisi də yəni əcrdə, savabda bərabərdir. Və raculun ətəhullahu mələn və ləm yu'tihi ilmən. Üçüncü o kişidir ki, Allah ona mal verib, elm verməmişdir. Və o yaxbitu fi məli, o da malını batil yerə xərcləyir. Yunfiquhu fi qeyri haqqihi, haqsız yerlərə sərf edir. Və raculun ləm yu'tihi illahu mələn və la ilmən. Və dördüncü zikr edir, o kişi ki, Allah ona mal verib, Allah ona nə mal verib, nə ki elm. Nə malı var, nə də ki elmi. Və o deyir ki, mənim filan kəsin kimi malım olsaydı, onun kimi əməl edərdim. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, fəhumə fil vizri səvaun, hər ikisi də onlar günahda bərabərdirlər. Yəni insanın günahına görə, niyyətinə görə insanın günah yazılır. Baxmayaraq ki, o günahı etməsə də, lakin niyyətinə görə kimsə haram iş görür,
kimsə fasiqlik, asilik edir və o insan da niyyəti ilə onun etdiyi əməli etmək istəyi varsa, günahda filan kəslə bərabər olur. Ona görə niyyət olduqca mühümdür. Niyyət səbəbilə insan ucala bilər və yaxud da insan alçala bilər. Abdullah ibn Abbas deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm Allahdan, yəni Rəbbindən rəvayət edərək, hansı ki bu da ilahi hədis adlanır. Bəzi alimlər qüdsi hədis deyirlər, lakin alimlər deyir ki, qüdsi hədis yox, daha doğrusu ilahi hədisdir. Və qüdsi hədis sözü sonradan yəni kəlam elmində ortaya çıxdı, kəlam əhlində, hansı ki fəlsəfəçilərdə o kəslər ki, Allahın ad və sifətlərindən bəzilərini qəbul etdilər və Allahın kəlam sifətini qəbul etmədilər ki, Allahla danışır, Allaha bunu nisbət eləmədilər və dedilər ki, qüdsi hədis, ilahi hədis demədilər, müqəddəs hədis, belə dedilər. Çünki Allahın danışmasını, yəni ilahi danışığı qəbul etmədilər. Və bu hədisdə də Allah Resulü sallallahu aleyhi və səlləm Rəbbindən rəvayət edir ki, Allah Teala və buyurur ki, Allah Teala həsənətləri və günahları yazdı. Sonra beynə dərik, sonra bunları öz kitabında bəyan etdi. Fəmən həmmə bi həsənətin fələm yə'məlhə. Kim bir həsənət etməyi istəyərsə, yəni qəti olarsa, həmmun insanın qəlbində qətidir etməyə və onu etməzsə, yəni hər hansı bir üzr səbəbi ilə etməzsə, Allah öz yanında kamil bir həsənət savab yazar. Fəin həmmə bihə və o həsənəti, o yaxşılıq edərsə, yəni qətiyyəti olar, istəyər və onu edərsə, Allah öz yanında 10 həsənət və 700 qata qədər yazar və 700-dən daha çox. İnsan qətiyyətlə yaxşı bir əməl etmək istəyər və onu edərsə, Allah Teala öz yanında 10 misli, ondan 700-dən daha çox yazar. وَمَنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا. Kim bir pislik etmək istəyərsə, yəni qəti olarsa və onu eləməzsə, yəni Allah üçün, Allahla qadağan edib deyə günah olduğu üçün eləməzsə, Allah öz yanında kamil bir həsənət yazar. وَاِنْ هُوَ هَمَّ بِهَا فَعَمِلَهَا. Və insan əgər etmək istəyər qətiyyətlə və onu edərsə, Allah Teala bir günah yazar. Və sonra buyurur ki, başqa rəvayətdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur, əv məhəhə və yaxud da Allahla onu silər. Və lə yəhliku aləllahi illə həlikun. Və yalnız həlak olan həlak olar. Mənası odur ki, yəni bu insan nə vaxt həlak olur? Yəni Allah yanında alçalır. Allah Teala o insanı tövbəyə müvəffəq eləmir. Allah o insanı günahlarında, pisliklərində tərk edir. Çünki bu insan pislik etməyə qəti qərar vermiş və bu qətiyyətində israrla yaşamışdır. İsrarla, təkidlə o günah üzərində olmasını istəməyi arzulamış və bu cür yaşamışdır. Bu cür qətiyyətlə və yaxşı əməl, salih əməli tərk eləməyə qətiyyətlə yaşamışdır. Ona görə Allah da bu insanı xeyrə müvəffəq eləmir. Çünki özü qəlbində pis əməl etməyə qətiyyətlidir və yaxşı əməli də tərk eləməyə qətiyyətlidir. Və belə insan da həlak olmuş insan sayılır. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Allah Teala deyir, İzə aradə abdi ən ya'mələ seyyət. Əgər qulum bir pislik etmək istəyərsə, fələh təktubuhə aleyhi hattə ya'mələhə. Ona o günahı onun əleyhinə yazmayın ta ki onu edənə qədər. Əgər istək varsa, Allahla mələklərə deyik, yazmayın ta ki əməli edənə qədər. Fəin amiləhə fəktubuhə bimithli. Əgər edərsə, onun mislində yazın. Yəni artıq yox, mislində. Çünki Allah da adil, ədalətlidir. Heç kəsə zülm eləmir. Və in tərəkə min əcli. Əgər
qulum o pisliyi mənim üçün tərk edərsə, fəktubuhə ləhu həsən, ona bir həsənət yazın. Və in əradə ən yə'mələ həsənətən, və sonra buyurur ki, Allah Teala əgər bir həsənət, bir yaxşılıq etmək istəsə və onu etməsə, yəni səbəb oldu, üzür oldu, etmədi, edə bilmədisə əgər, ona bir həsənət yazın. Və in amiləhə, əgər edərsə o yaxşılığı, fəktubuhə ləhu bi aşri əmthəlihə ilə səb'imniyə, və ona 10 misli və 700-ə qədər yazın. Başqa ləfsdə isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur, mən həmmə bi həsənətin fələm yəməl, kim bir həsənət etmək istəyər, yəni qəti qərarlı olarsa, və onu etməzsə ona bir həsənət yazılar. Əgər bir həsənət etmək istəyər, qəti qərarlı olarsa və onu edərsə, ona 10 həsənət 700-ə qədər yazılar. 10 həsənət, 10 yaxşılıq və ondan 700-ə qədər. Və mən həmmə bi seyyiətin fələm yəməl, kim bir pislik etmək istəyər və onu etməzsə, ona günah yazılmaz. Və in amiləhə kutibət, əgər edərsə ona bir günah yazılar. Və başqa ləfsdə Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Allah Teala, uca Allah belə buyurdu. İzə təhəddəsə abdi bi ən yəmələ həsənətən, əgər qulum bir həsənət etmək istəyər, nəfsinlə danışarsa, nəfsində istək olarsa, fənə əktubuhə ləhu həsənətən, mən ona bir həsənət yazıram, mələm yəməlhə, nə qədər ki etmir, yəni istəyir etməyə qətiyyətlidir, etməsə belə bir həsənət yazılır. Fəydə amiləhə, və əgər o həsənəti edərsə, fə inni əktubuhə ləhu bi aşri əmthəl, mən ona yazıram 10 mislində. Və idə təhəddəsə abdi bi ən yəmələ seyyiətən, əgər qulum bir pislik etmək istəyər, yəni nəfsində danışar özü ilə, yəni niyyət edərsə, fənə əğfiruhə ləhu mələm yəməlhə, mən ona o pisliyi bağışlayıram, nə qədər ki onu etməmişdir. Fəydə amiləhə, o pisliyi edərsə, fənə əktubuhə ləhu bimislihə, mən ona o pisliyi mislində yazaram. Bir günahsa bir günah, yəni bir pisliyə bir günah yazılır. Artıq yazılmır. Və in tərəkəhə, əgər o pisliyi tərk edərsə, eləməzsə, fəktubuhə ləhu həsənətə, ona bir həsənət yazın. İnnəmə tərəkəhə min cərrai, o pisliyi mənim üçün tərk eləmişdir. Yəni Allah qadağan edibdir deyə, Allahın qadağan etdiyi əməllərdən olduğu üçün bu niyyətlə tərk edərsə, ona bir həsənət, bir savab yazılar. Mə'd ibn Yazid deyir ki, Allah Resulü, yəni Mə'd ibn Yazid atasından rəvayət edir. Deyir, atam Yazid bir neçə dinarlar çıxartdı ki, onu sədəqə versin. Və onu məsciddə bir kişinin yanına qoydu. Fəci'tu fəəxət, mən də gəldim, o dinarları götürdüm və onu gətirdim evə. Və atam dedi ki, vallahi mə iyyəkə əradtu, Allah'a and olsun ki, mən sənə vermək istəməmişdim onu. Fəxasamtu ilə Resulillahi sallallahu aleyhi ve sellem, mən də Peyğəmbər sallallahu aleyhi ve sellemə bunu danışdım, şikayət etdim. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, ləkə mə nəvaytə ya Yazid və ləkə mə əxətə ya ma'an. Ey Yazid, sən nə niyyətlə veribsənsə sənə o çatır və ey məndə sən də nə götürübsənsə sənindir. Yəni atasının niyyəti oğluna vermək olmasa da belə, baxmayaraq ki, oğlu götürmüşdür dinarları, atası isə başqasına vermək istəyib, lakin niyyətinə görə o savabını əldə edir və oğlu da götürdüyü mal onun üçün halal olur. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Qalə rəculun ətasaddaqan nəbi sədəqə. Bir kişi dedi ki, mən bir sədəqə verəcəm. Və öz sədəqəsi ilə çıxır və onu oğrunun əlinə qoyur. Yəni, axşam, gecə sədəqəni verir və bilmir ki, bu oğrudur. Və sabahlayanda insanlar danışırlar və deyirlər ki, bu gecə oğruya sədəqə verilib. Yəni, onlar təəccüblənirlər, inkarla deyirlər ki, yəni oğruya necə sədəqə verə bilirlər? Və kişi eşidir və deyir ki, Allahım, həmdə layiq olan sənsən. Yəni, mən oğruya sədəqə vermişəm, bilmədən elədiyinə görə.
Və sonra deyir ki, mən mütləq sədəqə verəcəyəm. Və öz sədəqəsi ilə çıxır və onu zinakar qadının əlinə qoyur. Yəni, özü də bilmədən zinakara verir. Və sabahlayanda insanlar danışırlar və deyirlər ki, bu gecə zinakar qadına sədəqə verilmişdir. Yəni, təəccüblə, inkarla deyirlər. Və kişi eşidir ki, Allahım, həmdə layiq olan sənsən. Zinakar qadına sədəqə verdiyim üçün. Və sonra deyir ki, mən mütləq sədəqə verəcəyəm. Və öz sədəqəsi ilə çıxır və onu zəngin, varlı insanın əlinə qoyur. Və sabahlayanda insanlar danışırlar ki, bu gecə zəngin, varlı birisinə sədəqə verilmişdir. Və kişi eşidir, deyir ki, Allahım, həmdə layiq olan sənsən ki, mən oğruya sədəqə verdim, zinakara və zəngin birisinə. Və o kişi gətirilir və ona deyilir ki, əmmə sadaqatuka alə səriq, amma sənin oğruya verdiyin sədəqə isə ola bilsin, o oğurluğuna son qoyar. Zinakara verdiyin sədəqə və ola bilsin ki, o zinasından əl çəkər, iffətli olar. Amma zənginə verdiyin sədəqə isə ola bilsin ki, o ibrət alar və Allah talan ona verdiyi maldan xərcləyər. Və bu hədisdə bildik ki, insan niyyətinə görə savab qazanır və həmçinin niyyətinə görə başqa insanlara təsiri olur. Yəni, insan danışmasa da belə sözlə, lakin əməli ilə başqalarına yaxşı təsir edir, əməlləri ilə Allahla başqalarını günahdan uzaqlaşdırır. Başqa ləfsdə isə deyir ki, ona deyildi ki, o kişiyə sənin sədəqən qəbul edildi. Əbu Darda deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən ətə firəşəhu və huvə yənvi ən yəqumə yusalli minəl-leyl. Kim yatağına gələr, yəni gecə yatmaq üçün yatağına gələr və gecə durub namaz qılmaq niyyəti edərsə, yəni gecə durub namaz qılmaq niyyəti var və yatağına gəlir yatmaq üçün, fəqələbəthu aynuhu və onun gözü ona qalib gəlir ta ki sabahlayana kimi yatır, kutibə ləhu mənəvə ona niyyət elədiyi yazılır. Sanki gecəni durub namaz qılmış savab yazılır. Və kənə nəvmuhu sadaqatan aleyhi min rabbihi və onun yuxusu da Rəbbi tərəfindən ona bir sədəqə olur. Yəni insan niyyətinə görə hətta yuxuda yatsa da belə niyyətinə görə gecə durub namaz qılmış savab qazanır. Yuxusu da ona sədəqə olur. Və Allahdan istəyirəm ki, Allah da bizim niyyətlərimizi düzəltsin, xalis Allah üçün etsin və Allah da bizi hər bir əməlimizdə yaxşı, salih niyyətə müvəffəq etsin. Allah sizə bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və atubu ileyk.